bu yerdə mütləq bu faktı vurğulayaq. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi çox məxfi və gizli verilmiş bir qərar idi. Çünki Ənvər Paşa bu qərarı verməklə öz müttəfiqi Almaniyaya qarşı çıxırdı. Birinci Dünya müharibəsində yeganə, Osmanlı bəli, yeganə Bolşevik. fikir ayrılığı, yəni bu ittifaqda Azərbaycan uğrunda idi. Təbii ki, Almanlar böyük bir can atırdılar Bakı neftini ələ keçirmək üçün. Eyni şəkildə Bolşeviklər də, digərləri də və buna görə də iyun ayının 4-ündəki Batum müqaviləsi imzalanır və orada 4-cü maddədə açıq şəkildə Azərbaycan istədiyi təqdirdə Osmanlı ordusunun yardımından bəhs edilir və bu artıq hüquqi zəminə də oturdurur və bundan sonra təbii ki, Qafqaz İslam Ordusu tədricən fikir verin, 2-ci hökumət kabinetində hərbi nazir yoxdur. Çünki faktiki idarəçi Nur Paşanın biz əlində idi. birinci hökumət kabinetinin taleyinə də gələcəyik. Hə, məsələn o Xosrov bəy idi və O məsələyə az sonra gələcəyik. Amma mən burada istəyirəm ki, Almaniya ilə Osmanlının arasında, qoşunların arasında bir toqquşma da baş verir, insident baş verir. Ənvər, niyə görə Azərbaycan üçün Almaniya kimi bir müttəfiqlə Birinci Cahan hərbi bitməmiş hələ belə bir toqquşmaya rəvac verir, riskə gedir? O bilirsiz nə ilə bağlıdır? Çünki Ənvər Paşanın biz dedik idealı ta ki Orta Asiyaya qədər idi. Azərbaycanın itirilməsi bütün bu əlaqəni, yəni Orta Asiyaya gedən yolun məhv edilməlidir. Çünki cənubda artıq Qacar dövlət hələ yaşayırdı. Yəni ki, ona görə də yəni Orta Asiyaya qədər yayılma, bu türkçülüyün, daha doğrusu biraz da onun içərisində təbii ki İslamçılıq da var idi. Bunun yayılmasının kilit nöqtəsi Azərbaycan idi.